Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ya kerim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, değerli Müslümanlar, biz artık 18. dersteyiz. Zade Akademiyası'nın Əqidə dərsliyi 2-ci müstəvidə və bugünkü mövzumuzla biz 4-cü fəsli bitirəcəyik. Bu dərsliyin 4-cü fəsli. Bu fəsildə nə idi 4-cü fəsil? Yəni Allahın isim və sifətlərin tövhidində yayınmaqlar, azmalar, onun növləri və s. Ki, burada axırıncı mövzumuz nədir? Bu fəsildə sonra 5-ci fəslə keçəcəyik, sonuncu fəslə. Bugünkü mövzumuz əvvəllər də bu daha ətraflı gələcək deyə bir mövzu var idi. O da nə idi? Quran və sünnədə yəni elə isimlər, elə sifətlər var ki, Quran və sünnədə onlar barədə nə isbat var, yəni belə bir şey var deyə ayə, hədis yoxdur və yaxud da nəfi də yoxdur bunlarda. Yəni belə bir şey yoxdur deyə nəfi olunduğu barədə də ayə, hədis yoxdur. Yəni ki, Quran və sünnədə nə isbatı, nə nəfiyi mövcud olan sifətlər. Onlara misal gələcək ki, əvvəl 7-ci dərsdə biz bunu keçmişdik. Qısa olaraq biz keçdik ki, nədir? Əhl-i sünnənin Allahın isim və sifətlərini isbat etməkdə 3 yolu var idi. Birincisi, Allahın və Rəsulunun qısa deyirik, orada ətraflı keçmişik. Allahın və Rəsulunun sallallahu aleyhi ve sellem isbat etdiyini isbat etmək, təhrif, tətil və s. bunlar olmadan. İkinci yolu nə idi? Ümumiyyətlə, mənhəc üslubu. İkinci nə idi? Nəfi etdiklərini. Allahın, Subhanahu wa ta'ala və Rəsulunun sallallahu aleyhi ve sellem nəfi etdiklərini də nəfi etmək. Düzdür? Orada geniş şəkildə daha ətraflı keçmişdik. Üçüncü mənhəc məhz bu idi. Ki, biz dedik ki, onu gələcəkdə keçəcəyik. Orada qısa olaraq sadəcə toxunmuşduq, misallar da gətirilmişdi ki, Quran və sünnədə, məsələn, Allahın və Rəsulunun ispat etdiyi Quran və sünnədə var, nəfi etdiyi də Quran və sünnədə var. Üçüncü nə idi? Quran və sünnədə, Allahın kitabında, Resulullahın sallallahu aleyhi ve sellem sünnəsində nə nəfi haqqında, nə ispat haqqında heç bir şey olmayan belə bir sifətlər var. Onlara nə? Biz dedik ki, orada necə davranmalıyıq? Qısa toxunmuşduq, indi daha ətraflı keçəcəyik. Ondan başqa, neçənci dərsdə? 12-ci dərsdə də Əhl-i Sünnə və Cəmaatın Allahın isimləri və sifətləri haqqında olan qaydalar keçmişdik. 12-ci dərsdə o qaydalara başlamışdıq və orada ən birinci qayda nə oldu? Allahın isimləri, həmçinin dedik ki, sifətləri təvqifidir dedik. Təvqif nə? Yəni dururuq orada. Quran və sünnətdə gəlibsə qəbul edirik, Quran və sünnətdə gəlməyibsə dururuq. Artıq dururuq. İndi daha təfsilatı isə ləfz və məna baxımından harada dururuq, harada qəbul edə bilərik, yoxsa yox, nədir? Bu dərsdə keçəcəyik. Deməli, mövzumuz nə oldu? Səhifəni oxuyum. Səhifədən kitab və sünnədə nə nəfyi, nə də isbatı varid olan sifətlər. Yəni, nə inkar var, nə də isbat var. Bəzi sifətlər var ki, onlarla kitab və sünnə nasları varid olmayıb. Yəni, bəzi sifətlər var, nə kitabda, nə sünnədə belə bir şey yoxdur. Onlar haqqında heç bir şey zikr olunmur. Nə isbat haqqında, nə nəfi haqqında. Məsələn, cihad. Bunların hamısını ətraflı keçəcəyik, bəzi misallar gələcək. Cihad olduğu kimi saxlayıram. Niyə görə? Bu, yəni, şəriətdə bu termin, yəni əhl-i sünnə tərəfindən, ya bidət əhli tərəfindən istifadə olunan terminlər necə var, elə də saxlanılır. Amma mənaca tərcümə cihad nədir? Bizdə yön, səmt, istiqamət, yəni yön, səmt baxımından. Sonra həyyiz, ərəbcə həyyiz, yəni bir sahə, fəza, belə mənada həyyiz. Sonra həcm mənasında da işlənir. Sonra cisim bilirik, cisim. Və bunun kimi sifətlər, yəni bu deyilən cihad, həyyiz, cisim və bunun kimi sifətlər ki, bunların bəzilərini və burada deyilməyənlərin misal olaraq o 7-ci dərsdə gətirmişdim. Deməli, bu sifətlər nədir? Bunlar haqqında nə kitabda, nə sünnədə bu ləfzləri görə bilməzsiniz. Allah haqqında olan isim və yaxud sifət kimi görə bilməzsiniz. Yoxdur, varid olmayıb bunlar. Bunlara qarşı mövqe nədir? Yəni, bunları
qarşı qəbul etməliyikmi, rədd etməliyikmi, yoxsa təfsilat ver və s. Sadəcə bu mətnin davamına keçmədən öncə və yaxud da ki, onu bitirib, o birinci misala qədər oxuyaq, sonra burada bəzi qeydlər var, paralel olaraq onları deyim. Deməli, buna qarşı mövqeyimiz nədir? Bax, bu sifətlərə qarşı. Quran və sünnədə nə nəfi var, nə isbatı. Ki, belə bir sifət Allaha aid vardır deyə də bir şey yox. Və yaxud da ki, bu Allaha aid ola bilməz, inkar olunmalıdır deyə də bir şey yox. Yəni, nə nəfi var, nə isbat. Cavab isə budur. Deməli, heç kəslik deyil ki, yəni heç kimin haqqı yoxdur ki, bu sifətləri isbat etsin. Yəni, cihət Allaha aid, heyyiz, cism və s. Çünki onlara dair dəlil varid olmayıb. Onlara dair dəlil yoxdur. Mənaya gəlincə, bu nədir? Bu, hələ ki, ləfsdən danışılır. Yəni, ləfs olaraq Allaha cihət vermək olar, yoxsa vermək olmaz. Hələ ki, başlanğıcdır. Nədir? Bu ləfsləri neynəmirik? İsbat eləmirik. Çünki Quran və sünnədə buna dəlil yox. Mənaya gəlincə, bu ümumi qaydadır ki, buna dair artıq nədir? Misallar da gələcək, həmən o cihət, həyyiz gələcək və tədbiq olaraq bu qaydanı tədbiq edəcək. Deməli, mənaya gəlincə isə, yəni bu sözlərin mənasını isbat edə bilərik, yoxsa nəfi etməliyik. Ondan nəyin nəzərdə tutulduğunu bilənə qədər, yəni o ləfs deyiləndə ki, Allaha cihət kimsə aid edir, eləmək olar, yoxsa yox. Həyyizdir, həyyizdədir, olar, yoxsa yox. Bunun mənasını deyir, onunla nəzərdə tutulduğunu bilənə qədər, bu sözlə neyi nəzərdə tutursan, o sözü deyənin məqsədini bilənə qədər heç kəs onu nə qəbul, nə də rədd edə bilər. Ta mənanı bilənə kimi, hansı mənada işlədir onu. Sonra, mənanı biləndən sonra niyə edirik? Haqq olarsa o məna, yəni nəzərdə tutduğu cihət deyincə, nəzərdə tutduğu məna, ləfsi qəbul etməyik. Amma mənanı araşdırırıq. Mənanı araşdırdıq. Neyi nəzərdə tutduğunu, o hər kəs çünki ayrı-ayrı şeylər nəzərdə tuta bilər o bir şeydə. Yəni, bir şey ki, gələcək cihad sözünü sələf də işlədir. Məsələn, əhl-i sünnətin də işlətdiyi bir sözdür. Amma onların işlətdiyi məna, nəzərdə tutduğu məna başqa, bidət əhlinin nəzərdə tutduğu və inkar etdiyi şey başqa. Ona görə qarşı tərəfin nəzərdə tutduğu mənanı araşdırandan sonra gəlir növbəti mərhələ, deyir ki, müəlliflər, haqq olarsa, həmən nəzərdə tutduqları məna haqq olarsa, onu qəbul etmək vacib olaraq. Nəinki qəbul edərik? Haqdırsa qəbul etməliyik. Mənanı fikir verin. Batil olarsa isə nəzərdə tutduğu məna, ki, bidət əhli batil bir məna nəzərdə tutular o şeydə, onda nədir? Onu rədd etmək, o batil mənanı rədd etmək vacib olar. İndi bu qayda budur. İndi buna örnəklər, misallar. Bu misallara keçmədən burada bəzi qeydləri deyim sizə inşallah, sonra keçək. Birincisi belə deyil. Əvvəl də dediyimiz kimi bir qayda var idi, xatırlayırsınızsa, qayda necə səslənirdi? Deməli, Allah haqqında xəbər vermək, ümumiyyətlə bəbu sifətlərin babı nədir? İsimlərdən daha genişdir. İsimlər ümumiyyətlə Allaha bildiyimiz isimlərdən başqa bir isim aid nisbət etmək olmaz. Quran və sünnədə olan isimlərdən başqa, düzdür? Amma sifətlərdə, məsələn, biz dedik ki, nədir? Hər bir isimdən sifət çıxara bilərik. Hətta açıq-aşkar o sifət, çünki sifət çıxarmağın 3 dənə üslubun gəldi. Biri isimdən çıxır, biri işarətlə, məsələn, biri feillə, vəsflə çıxır və s. Yəni, daha genişdir isimlər. İsim sifət babından daha genişdir vəsf, sifətlər babı. Bir də demişdik ki, ixbar demək, yəni Allah haqqında xəbər vermək. Xəbər vermək babı, o daha genişdir. Yəni, səhih mənadırsa, Allah haqqında, hətta Quran və sünnədə varid olmayan bir sözlə Allah haqqında xəbər vermək caizdir. Yəni, racih görüş və əhl-i sünnənin əksəriyyətin görüşü budur. Baxmayaraq ki, əhl-i sünnədə bunu belə mən edən, yəni nəhy edən alimlər var. Ki, ümumiyyətlə deyirlər ki, Allah haqqında xəbər verəndə belə Quran və sünnənin ləfslərinin xaricində çıxma olmaz. Quran və sünnədə hansı sözlərlə xəbər verilirsə Allah haqqında, onlarla xəbər verilməlidir. Başqalarının olmaz. Amma racih görüş, Allah alim, yəni bizim şeyxlərimizin dediyi və əksər əhl-i sünnənin əksəriyyətinin görüşü budur ki, xəbər vermək olar, yetər ki, əsas nədir?
məna səhih olsun. Bu nədir? Məsələn, biz dedik şey sözü. Ərəb dilində şey hər hansı, hətta baxmayaraq ki, bu sözün əsli də var şey olaraq, işarə baxımından açıq-aşkar olmasa da Allaha aid nə isimdir bu, məsələn, olaraq gəlməmişdir, nə vəsfdir, amma işarə olaraq, məsələn, Qul eyyü şeyin əkbəru şəhadətən qulilləh. Yəni, şəhadət baxımından hansı şey daha böyükdür? Şey ərəbcə işlənir. De ki, Allah. Cavabı da Allah Subhanahu taala özü Quranda buyurur, Allah. Yəni, və yaxud da ki, bu, baxmayaraq əsli var, amma bu cür isim olaraq, vəsf olaraq gəlməmişdir. Yəni, işarət olaraq anlaşılır. Və yaxud saniyə, o, onun da baxmayaraq sözün əsli var. Yəni, sani nədir? Düzəldən, yəni yaradan mənasında düzəldən. Məsələn, Allahın isimlərindən deyil, amma məsələn, Allah haqqında amma bu cür Allah sanidir, yəni o düzəldən, quran mənasında işlətmək olar. Və yaxud bəzi, məsələn, istər əhl-i sünnədə, istər, məsələn, kəlam əhlində işlətdiyi bəzi sözlər var. Qaim bi nəfsi, yəni öz-özünə kifayət edən, öz-özünə yəni var olan Allah Subhanahu taala, yəni heç bir şeydən asılı olmayaraq özü özlüyündə qaim olan mənasında və yaxud vacibul vücud deyirdik. Vücudluğu, varlığı vacib olan, yəni əzəli, əbədi mənasında işlədirlər onu ki, nəsə olsa da olmasa, o həmişə olub, həmişə də olacaq və varlığı vacibdir. Yəni vacibdir nə mənadadır? Mütləqdir. Olmalıdır. Yəni olmaması mümkün deyil. Yəni bu sözlərlə Allah haqqında xəbər vermək alimlər dediyimiz kimi cümhura görə, əksər əhl-i sünnə alimlərinə görə caizdir. Bu caizdir, xəbər vermək. Ona görə bu nədir? Bir müqəddimək olsun, xatırlatmaq kimi, çünki bunu keçmişdim ki, bu mövzuda daha anlayaq ki, nədir? Məsələn, burada deyiləcək sözlər ki var, onlarda səhih məna varsa, ki, bəzi mənalar gələcək, səhih mənalar da var o sözün içində, batil mənaları inkar edirik, səhih mənalarını, ləfzini deyil, mənalarını qəbul edirik və nədir? Deyirik ki, xəbər babı, Allah haqqında bir xəbər vermək, Allah məsələn belədir, Allah belə edir, belə. Bu xəbər vermək daha genişdir babı və Quran və sünnədə o keçməsə belə, onunla dediyimiz kimi ixtilaf olsa da cümhur alimlər əksər deyirlər ki, xəbər vermək olar. Quran və sünnədə olmayan ləfzlərlə də olsa olar, amma məna səhih olsun. Bu birinci məsələ idi. İkinci məsələ nədir? Burada bu mücməl sözlər adlanır. Mücməl. Biz fiqh usulunda nə keçmiyor? Mücməl, mübəyyən var. Mücməl nə? Yəni ki, bir mənalı olmayan və bəyana ehtiyac olan. Mübəyyən artıq bəyan olunmuş sözlərdir. Artıq izah olunmuş, bilirsən. Mücməl isə yəni ümumi sözdür. Onun tam dəqiqliyi ilə neyin nəzərdə tutulduğunu bilmək üçün, anlamaq üçün mütləq ona bir açıqlama, izah, bəyan lazımdır. Mücməl sözlərdir. Və bu cür sözlər ki, bu oxuduğumuz cihad və s. bunlar mücməl sözlərdir. Nə mənada? Yəni, səhih mənada anlaşıla bilər, batil mənada anlaşıla bilər. Ümumiyyətlə, birdən çox məna anlaşıla bilər deyə və hansı məna nəzərdə tutulduğunu bilmək üçün mütləq bəyana, izaha ehtiyac var. Mücməl sözlər. Bu mücməl sözlər də, yəni Şeyx Əd-Dümeyci məsələn, 4 qismə bölünür və bununla əsas deyəcəyimiz şey bizim 3-cü və 4-cü qismdir. Birinci qism hansıdır? Bəzi mücməl sözlər var ki, onlar elə ilk başdan bəzi sələflərin işlətdiyi sözlərdir. Yəni, burada hansı sözlər nəzərdə tutulur? Mücməl, Quran və sünnədə olmayan sözlər. Bizim mövzumuz nədir? Kitab və sünnədə nə nəfi, nə isbatı varid olan sifətlər. Yəni, nəfi və isbat barədə Quran və sünnədə heç nə yox. Quran və sünnənin xaricində olan Allaha aid sifətlərdən danışırıq. Quran və sünnədə olmayan sifətlərdən danışırıq. Deməli, baxmayaraq kitab və sünnədə bu söz varid olmayıb ki, bunun hər birinə misal gətirəcəyik. Bəzi sələflər bu sözü Allaha aid işlədiblər. Məsələn, bəin deyirlər. Bəyinun min xalqihi. Allah subhanahu teala məsələn deyirlər ki, ərşə yüksəldi. Bəzi sələflər deyir, ərşə yüksəldi var Quranda. Və ardınca nədir? Quranda və sünnədə istifadə olmayan söz bəin. Bəyin sözü biz fiqhdə keçmişdi, ailə fiqhində. Talaq bəyin. Bəyin bir talaq. Bəyin, yəni bir dəfəlik. Artıq ayrılırlar, ər-arvaddan artıq o ona qayıda bilməz.
müəyyən bəzi şeylərdə şərtlər var. Bəyin nə demək? Ümumiyyətlə ayrılan, ayrılan mənası, ayrı olan mənası ki, buna dair həyyizdə gələcək, həyyiz mövzusunda gələcək. Sadəcə qısa. Məsələn, sələflər nədir? Bu sözü Allaha aid kitab və sünnədə olmadan istifadə ediblər. Yəni, mənası nədir? Bütün məxluqa arşa yüksəldi və bütün məxluqatlardan bəyindir. Bəyindir nədir? Uzaqdır. Məxluqatların üstündədir. Məxluqatlar qarışmaz ona, o qarışmaz məxluqata. Yəni, tam onlardan ayrıdır. Tam onlardan ayrıdır mənasındadır. Bu sözü sələflər işlədiblər. Və yaxud da ki, Allah subhanahu teala gecənin son 3/1-də yənzil, nazil olur. Hədislərdə var, düzdür. Amma bizətihi, yəni öz zatı ilə deyə nazil olur. Bu cür gəlməyib məsəl üçün. Və yaxud burada izafə var. Bizətihi, yəni öz zatı ilə. Məsələn, Hubeyb hədisində var. Ara sıra biz demişik, məsələn, o bir sahabə olub, radiyallahu anh, onu kafirlər tutur, xainlik edirlər. Bəzi çoxunu öldürürlər, hamısını demək olaraq öldürürlər, birini amma əsir tuturlar və Məkkədə onu sonra öldürürlər. Yəni, o nədir? Məşhur bir rivayətdir. O 2 rükət namaz qılır, öldürüləndən qabaq, belə deyək, eydam olunandan qabaq 2 rükət namaz qılır, hətta onun belə deyilir, sünnətidir, radiyallahu anh. Ondan sonra deməli, öləndən qabaq görürsən ki, müsəlmanlar da məsələn, kimsə həd cəzasını öldürülür və s. Onlara 2 rükət namaz qılmaq imkanı verilir. Hətta orada deyir, yəni ölümdən qorxduğumu düşünməsəydiniz namazımı uzadardım. Yəni çox uzun qılır radiyallahu anh. Orada şeir deyir, beyt formasında deyir. Orada fi zətilləh, Allahın zatı uğrundadır. Yəni o söz sahabənin ağzından belə çıxır. Fi zətilləh, Allahın. Yəni şəriətdə sahabə adına və s. bu cür işlənir, izafə olaraq. Allahın zatında məsələn. Amma əzzət sadəcə Allaha məsələn zat demək, əzzət ərəbcədə müəyyənlikdə məsələn olarmı, olmazmı, bu nədir? Bəzi sələflər bu sözü işlədir. Bəzi sələflər, baxmayaraq Quran və sünnədə bu Allaha aid bir sifət kimi və yaxud mütləq olaraq bu cür əliflənmə müəyyən olaraq işlənməyib, amma bəzi sələflər işlədib. Burada da racih görüş nədir? Əgər bu racih görüş nədir? İstər izafə ilə olsun, istər izafəsiz mütləq olaraq, yəni burada məna səhih olduğu müddətcə, həmən o 2 vəhdə gəlməsə də Quran və sünnədə, məna səhih olduğu müddətcə sələflərin istifadə etdiyi bu sözlər istifadə olunur. Heç bir problem yoxdur. Bu birinci qism. 4 qismlə, mücməl ləfslərlə. İkinci qism nədir? İkinci qism sələflərdə varid olur ancaq bu sözlər sadəcə necə? Bəzən sələflər bu sözü həd, müməssə, bu sözləri bəzən inkar edirlər, nəf edirlər. Allaha bunu aid etmək olmaz. Allahdan bunu nəf edirsən. Bəzi sələflər isə bəzən isə əksinə isbat edirlər. Allaha aid bunu isbat etmək olar. Allaha aid olub bunu isbat etmək olar. Yəni bəzi nəf edirlər, bəzən isbat edirlər. Bax, burada da təfsilata gedəcəksən. Sələflərdir. Bunun ikisini də deyən sələflərdir. Deməli, şübhəsiz ki, sələflər bunu deyirsə, deməli bu sələflərin inkar etdikləri şey başqadır, digər sələflərin isbat etdiyi şey başqadır və ümumi bir qaydadır. Bu Quran və sünnəyə aiddir. Yəni bir şeydə fikir ver, yəni dərsimizi uzatmamaq üçün bu mövzular qabaqda gələcək inşallah. Bəlkə bu dərsliklərdə deyil, amma əvvəlki Şeyx Abdurrazaq Əl-Badrinin Həfizullah çox vaxt istifadə etdiyi cümlələrdir, çox vaxt xatırlatdığı cümlələrdir. Həmişə bilin ki, naslarda bir şey eyni adlı, məsələn, burada nə deyirik biz? Həd, müməssə, indi bu naslarda olmayandır. Naslarda olan belə. Məsələn, bir söz var, məsələn, hədisdə də görsən iman, burada iman nəfi olunur. Hər hansı bir şeydə nəfi olunur iman. Burada görürsən ki, iman əksinə isbat olunur. Deməli, burada nəfi olunan isbat, nəfi olunan iman həmən o isbat olunan iman deyildir. Burada nəfi olunan hər halda, məsələn, misal, imanın kamilliyidir. Amma burada isbat olunan imanın əslidir. Baxmayaraq ki, burada o da iman, bu da iman. Deməli, nə deyir? Bir şey ki, eyni şey nəfi olunur, başqa nasda isə isbat olunur. Deməli, nəfi olunan, isbat olunan deyil. Ayrı-ayrı şeylərdir. Orada mütləq fərq var. İsimlər eyni olsa da. Bu sələflərin sözlərinə də eyni şəkildə. Onlar müməssəni, həddi, bəzi sələflər nəf edirsə, digərləri isbat edirsə, ikisi də sələf əlhamdülillah. Sələfə etiqadına sələflərimiz. Deməli, bunun nəf etdiyi başqa, bunun isbat etdiyi başqa. Orada bir təfsilat vardır.
Üçüncü isə həm sələflərdə, həm müxaliflərdə istifadə olunandır ki, əvvəldə biz dedik cihad. O həm sələflərdə istifadə olunur bu söz, onların nəzərdə tutduğu mənada, həm də müxaliflərdə ki, onların nəzərdə tutduğu mənada. Dördüncü nədir? Cihad dedik biz üçüncüyə misal. Dördüncü isə yalnız müxaliflərdə istifadə olunur o söz. Sələflər heç o sözü istifadə eləməz. Yalnız müxaliflər istifadə etdiyi bir sözdür. Sələflər heç vaxt onu istifadə etməz. Bunlara misal nə? Cisim. Məsələn, sələflərdən heç kim Allaha cisim aid edib etmədiyi barədə ümumiyyətlə Allaha aid cisim və s. bu sözlər istifadə etmir əhlüsünnə. Həyyiz, bugün keçəcəyimiz məsələn, cəvhər, kəlam əhlinin, fəlsəfəçilərin cəvhər, arad və s. bu kimi sözlər yalnız və yalnız kəlam əhli özlərini isbat edən İslam fəlsəfəçiləri və s. adlanan şəxslərdə istifadə olunur bu sözlər. Sələflərdə ümumiyyətlə buna dair heç nə istifadə olunmur. Deməli, bu nədir? Üçüncü və dördüncü qism həmən o əvvəllər də dediyimiz kimi burada nədir? Mücməl bir sözlərdir. Orada söz olaraq mütləq təfsilata getməlidir. Bu söz ləfs olaraq qəbul olunmur ki, bu qaydası gələcək. Amma mənasına baxılır. Səhihdirsə qəbul olunur mənası, batildirsə şübhəsiz ki, nə olur? Rədd olunur. Şimdi bu qeydlər bu qədər. Yəni, bu qismi ilə bağlı. İndi keçək mətnə. Sabınca baxın. Şəhərim yox. Çox uzanmadım. Deməli, buna misallar həmən kitab və sünnədə nə nəfi, nə də isbatı varid olan sifətlərə misalımız. Birinci cihad. Həmən o dediyimiz cihad. Cihad. Yəni, təmərbuta ilə oxusa cihad. Deməli, bu da nədir? Səmt, yön, istiqamət, yön mənasında olan istiqamət mənasını daşıyır, mənaza bizdə. Ərəbcə cihad deyilər. Biri belədirsə, Allah hər hansı cihəddədirmi? Yəni, hər hansı bir istiqamətdə, səmtdə. Məsələn, biz cihad yönləri nə deyirik? Sağ, sol, ön, arxa, yuxarı, aşağı. Yəni, bunları cihədlər, ərəbcə cihəd, yəni tərəflər bu cür. Deməli, birisi belədirsə, sual versə, Allah hər hansı bir cihəddədirmi, hər hansı bir tərəfdədirmi, yəni o yöndədirmi və s. Və ya Allahın bir cihəti varmı, belə bir sual versə. Yəni, bu sifəti belə deyək, Allaha aid etmək olar, yoxsa yox, qısa. Ona belə deyirlər, cavab. Deyirlər, necə biz nə qayda, indi həmən o qaydanın tətbiqidir. Biz nə dedik, qısa olaraq deyil, ləfsi nə inkar edir, nə isbat edir əvvəl. Ləfs olaraq da Allaha aid etmirik, şəri ləfslər istifadə edirik. Məniyə gəlincə isə araşdıracağıq. Sən cihad deyəndə neyə nəzərə tutursan? Səhih məna nəzərə tutursansa qəbuldur. Batil məna nəzərə tutursansa qəbul deyil. Yəni, budur. İndi bunun tətbiqi misalı. Ona belə deyilir həmən insana. Deyilir ki, cihad sözünün kitab və sünnədə nə isbatı var, nə də nəfi Allaha aid. Ki, Allah cihəti varmı, yoxmu, Allah hansı bir cihətdədir, yoxsa yox. Bu barədə yoxdur kitab və sünnədə. Həm də ki, bu haqda kifayət qədər naslar var. Yəni, Allahın ümumiyyətlə cihad haqqında, cihad anlamında olan mənalar ki var, onlar haqqında kifayət qədər nas var. Nə deyirlər ona? Yəni bizə, belə deyil, naslar bu sözlərə, naslarda olmayan sözlərə bizi möhtac buraxmamış. Yəni, həmlə hansı mənalar lazımdırsa, haqq mənalar, isbat olması, hamısı Quran və sünnədə var. Batil mənalar, nəfi olması, hamısı Quran və sünnədə var. Əlavə heç nəyə ehtiyac yox. Kifayət qədər naslar var. Məsələn, bunlardan biri nədir? Ülvilik, yəni Allahın ucalığı, ulu sifətini ki keçdik. Allahın ucalığı, fəvqəlik, Allahın hər şey ümumi olaraq fövqündə olmasında və biz keçdik ki, Allahın fövqdə olması, fəvqiyyə, o nədir? Ümumi şəkildədir. Yəni, nədir? Allahın dediyi zatı ucadır, Allahın qədri, dəyəri ucadır. Yəni, onları keçdi. Allahın güc baxımından hər şeydən üstündür, ucadır və s. Hamısı Quran və sünnədə var, əlhəmdə. Və həmçinin nədir? Və ərşə istiva kimi, məsələn, ərşə istiva etməsi də həmən bu mənaları ifadə edər və səhih sözlərlə səhih mənalarını. Sonra gələnlər, yəni buradakı mütəəxxirun nəzərə tutulur.
sonra gələn nəsildir. Sələf deyil, ondan sonraki xələf belə deyil, mütəxir, son dönəmə kimi belə. Sonra gələnlər nədir? Bunun isbatı və nəfi barədə zorluqublar. Yəni, neynirlər? Tərəddüd ediblər. Gəh isbat ediblər, gəh nəfi ediblər. Sələflərdə ümumiyyətlə bu şey dediyimiz kimi olmuyor. Kitab və sünnətdə olmadığı üçün ki, biz sələfin mənhəcini keçirik. Onlar bu sözü nədir, nə nəfiyə, nə isbat ediblər, qəbul etmir, məna, yəni araşdırmalıdır burada. Sonradan gələnlər başlayıblar nədir? Belə deyil, vurnuxmağa ki, isbat mı edək, nəfi mi edək? Keçdiyimiz qaydaya dayanaraq müəlliflər deyir, belə deyilir. Yəni, bəlkə həmən o dərsin əvvəlində dedik, 7-ci dərsdə keçdik, sonra neçənci dedik, 12-ci dərsdə keçdik, bəzi qaydalar keçmişdik bu mövzuna bağlı və indi də keçdiyimiz qayda. Deməli, keçdiyimiz qaydaya dayanaraq, əsaslanaraq belə deyilir. Deyilir ki, ləfzə gəldikdə, həmən o cihət ləfzinə, sözünə gəldikdə, varid olmadığı üçün Quran və sünnədə, yəni, nə isbat, nə də nəf edirik. Yəni, nə deyirik ki, Allah cihətdədir, Allah hər hansı bir cihətin varmı, Allahın yoxmu? Bu sözü, cihət sözünü Allaha nə isbat edirik bu sözü, nə nəf edirik. Yəni, Allaha cihət aid etmək olar da demirik, aid etmək olmaz da demirik. Birinci budur. Mənaya gəldikdə isə ikinci mərhələ nə deyirik? Cihətdən məqsəd nədir? Qarşı tərəf. Sən cihət deyəndə, bidət əhli deyir, Allaha cihət vermək olar, yoxsa yox. Sən desən olar, o artıq onun nəzərdə tutduğu cihət mənasıdır ki, Allaha cihət vermək deməli, nədir deməli, o da olmaz. Artıq da nədir, sənə məcbur edir ki, deyəsən ki, Allaha cihət vermək olmaz. Halbuki biz nə olmaz da deyə bilərik, nə də olar deyə bilərik. Ləfz çünki Quran və sünnədə varid olmayıb. Mənaya gəlirik. Mənaya deyirik ki, cihətdən məqsəd, o sözdən məqsəd nədir deyə ona baxılır. Cihətdən məqsəd nədir deyə ona baxılır. Yəni, mənası cihətin nədir, nəzərdə tutulan nədir, ona baxmalıyıq. Cihət dedikdə, cihət, tərəf, yön. Allahı əhatə edən bir məxluq nəzərdə tutulursa, yəni o insan deyəndə ki, Allah hər hansı bir cihətdədir və o cihət deyəndə Allahı əhatə edən bir məxluq nəzərdə tutulursa, belə deyim, müəyyən, məhdud bir məkan, boşluq, nə qədər böyük də olsa, məhdud, amma Allahı həm də əhatə edən bir məxluq nəzərdə tutulursa cihət deyəndə, onu deyir, bu nə deyil? Deyir ki, bu batil bir mənadır. Pak və müqəddəs Allaha yaraşmaz, ona layiq deyil. Allah subhanahu teala, yəni heç nə, yəni oxuyaq orada var. Çünki həqiqətən də Allahı heç bir məxluq əhatə edə bilməz, yəni ümumiyyətlə. Allahı heç nə əhatə edə bilməz. Allah heç nəyə lə yaqilluhu şey və lə yadilluhu şey deyirlər. Yəni nədir? Allah heç nə daşıya bilməz, Allah heç nə kölgə sala bilməz, yəni Allahdan yuxarı heç nə yox. Məsələn, Allaha daşıya biləcək bir şey yox, bu ərşə aid edirlər. Yəni deyirlər, ərşə çıxdısa deməli, məxluqla qiyaslayırlar, Allah onların dediklərindən uzaqdır. Yəni, bu cür özləri qiyaslayırlar və bundan çıxmaq, çapalayırlar, bundan çıxmaq üçün başqalarının da boynuna özlərinin anladığını boynuna qoymaq istəyirlər. Siz belə deyəndə, siz deməli bunu anlayırsınız, siz mücəssiməsiz və s. Allah qorusun. Deyirlər, deməli, ərşə çıxdısa, deməli, insan ərşə oturduğu kimi Allah da ərşə oturdu. Deməli, ərş Allahı daşıya bilirmiş və s. Bu cür batil şeylər, ləvazim deyirlər də. Batil şeylər cəmaata boynuna qoyurlar əhl-i sünniyə, özlərindən şeylər uydurub, sonra da özlərindən cavab verirlər. Nədir? Yəni, bu həmən məna ki, cihət deyəndə məhdud, Allahı əhatə edə biləcək, əhatə edən bir məxluq nəzərdə tutursa, bu məna batildir və bunun inkar olması da vacibdir. Bu mənada cihət deyirsinizsə, nə deyirik? Bu mənanı inkar edirik. Bu batildir. Çünki həqiqətən də Allahı heç bir məxluq əhatə edə bilməz. Onun kürsüsü, fikir verin, Allahın kürsüsü, hələ böyük, nə qədər böyük məxluq olsa da, heç ən böyük məxluq belə deyil, Allahın yaratdığı bir şey. Onun kürsüsü belə göyləri və yeri əhatə edib. Açın, ayələrdə var, düzdür? Vəsəflüsü, səmanat var. Ayə var, bu barədə hədislər var. Kürsüsü göyləri və yeri, yəni bütün göyü, 7 yeri əhatə edib, onları qoruyub saxlamaq, həmən yerləri və göyləri qoruyub saxlamaq da bu ayətül kürsüdə bu mənalar keçir. Ona ağır gəlməz, yəni Allaha ağır deyil onları qoruyub saxlamaq. Onun yaratdıqlarından, yəni məxluqatdan hər hansı bir şeyin
içinde olması mümkün değil. Yani çünkü nedir? Nəzərdə tutulurlarsa hər hansı bir Allahı əhatə edebilən, əhatə etmiş bir məxluq nəzərdə tutulursa cihad sözündən biz dedik ki, Allah bu şeylərdən uzaqdır, batıl mənadır. Ona əsasən deyir, onun yarattıqlarından, yəni Allahın öz yarattıklarından hər hansı bir şeyin içində, daxilində olması ki, əgər o şey əhatə edirsə Allahı, əstəğfurullah, ki bu nəzərdə tutulursa, deməli nə olur? Allah əstəğfurullah sanki onun içindəymiş. Ona görə nədir? Allahın hər hansı bir məxluqun içində olması mümkün olan şey deyil, ümumiyyətlə. Hələ qaldı ki, onu əhatə etməsi heç mümkün olan şey deyil. O məxluqun Allah'a əhatə etmək. Əksinə nədir? Allahın nəinki Allahın özü, hələ Allahın kürsüsü göyləri və yeri əhatə edir. Sonra bu birinci məna idi. Misal. Bu nəyə misal idi? Yəni bunu nəzərdə tuturlarsa biz dedilər ki, batil məna olduğu üçün bunu inkar etməyi, nəfi etməyi vacibdir ümumiyyətlə. Deyir ki, yox, batildir. İkinci misal, yəni cihətdən nəzərdə tutulan nə ola bilər? Cihətdən məqsəd əgər aləmin, aləmlər, aləm ki var, Allahın yarattığı aləm, aləmin fövqündə, yəni üstündə, üzərində olandırsa, yəni aləmlər var, Allahın yarattığı aləm var və yaratdığının fövqündə, çünki Allahın yarattığı hamısı məhduddur. Nə qədər böyük olsa, ərş məsələn və s. nə qədər böyük olursa olsun məhduddur onlar. Düzdür? Və o məhdud aləm ki var, o aləmin fövqündə olan nəzərdə tutulursa, fövqündə olan cihət deyəndə, ora nəzərdə tutulursa, bu Allaha aid sabit olan bir haqdır. Ki Allah Subhanahu Teala bütün yarattığı o aləmin, aləmlərin fövqündədir. Yəni o nəzər, çünki bidət əhli deyəndə onu nəzərdə tutur. Deyir ki, Allah hər şey istiva elədi. Onlar deyirlər, siz hər şey istiva elədi deməklə Allaha cihət vermiş olursunuz və cihət onların nəzərdə tutduğu nədir? Az öncəki məna. Yəni ki, məhdud, Allahı əhatə edən bir məkan. Belədir. Ona görə nə deyirlər? Başlayırlar, bizim adımıza da iftira atmağa, Allahın adına da iftira atmağa, öz adlarına da iftira atmağa başlayırlar. Ona görə nə deyir? İkinci məna nədir? Cihətdən məqsəd aləmin fövqündə olandırsa, bütün məxluqatlardan üstə. O artıq orada heç bir məxluq yox. Ora nəzərdə tutulursa, bu Allaha aid sabit olan bir haqdır. Çünki həqiqətən də Allah Subhanahu Teala öz məxluqatının fövqündə, onların üstündə hamısından uca, onlardan yüksəkdədir. Necə ki, buna kitab, sünnə, icma, əql və fitrət dəlalət edir. Ağıl, insan və hətta fitrəti. İnsan neyinir? Hər bir insan, hətta dindən uzaq olan bir insan, bunlara misallar üzərimizdə də belə öz misallar da gətirmişdik ki, insan hamısı Allaha dua edəndə üzünü göyə tutur, dua edir. Bilir ki, onun Rəbbi yuxarıdadır, yüksəkdədir. Deməli, bütün məxluqatdan uca. Müslimin səhiyində Muaviyə ibn el-Hakəm, İmam Müslim bildiyimiz səhih kitabında Muaviyə ibn el-Hakəm el-Süləmi hədisində, həmən sahabənin hədisində o neyinir? Bir cariyəsini, cariyə yəni orada qadın kəniz nəzərdə tutulur. Qadın köləsini, kənizini, kəniz elə qadın olur, kənizini vurur və buna peşman olaraq gəlir Rasulullah sallallahu aleyhi ve sellem yanına. Yəni bunu belə deyil, bu şeyi necə düzəltməsini, islah etməsini məsləhət görərək bu cür şey başıma gəldi, bu cür bir şey elədim, nə etməliyəm deyə bu cür Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlir, soruşur və Peyğəmbər sallallahu aleyhi ve sellem əsas mövzumuza dair yeri ki, bu hədisi dəfələrlə təkrarlamışıq, mövzu düşmüşkən, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Yəni Peyğəmbər onun bir kənizinə, yəni Muaviyə ibn el-Hakəm es-Süləmi, başqa Muaviyə. Deməli, Muaviyyənin bir kənizinə belə demiş. Rasulullah sallallahu aleyhi ve sellem o kənizi ümumiyyətlə deyir, gətir yanıma. Muaviyyəyə ibn el-Hakəmə deyir ki, onu gətir yanıma. Cariyə həmən o kəniz Peyğəmbərin sallallahu aleyhi ve sellem yanına gəldikdə Rasulullah sallallahu aleyhi ve sellem həmən kənizə deyir ki, Allah hardadır? Eyn Allah. Dedi ki, kəniz səmada, fissəmə. Dedi Rasulullah sallallahu aleyhi ve sellem, mən kiməm? Dedi ki, kəniz dedi, sən Allahın elçisisən, Resulullah sallallahu aleyhi ve sellem. Buyurdu ki, Rasulullah sallallahu aleyhi ve sellem artıq neynədi? Buyurdu, yoxladı bu kəniz müsəlmandır mı, mümindir mi, yoxsa kafirdir mi? Artıq nə dedi? Muaviyə dedi ki, onu azad et
Yəni köləlikdən azad et. Çünki doğrudan da o möminədir. Möminədir, iman gətirən bir qadındır. Yəni bu şeyləri açıq-aşkar Eynəllah sözü ilə soruşulur Allah haqqında. Allah haradadır? Halbuki haradadır sözü biz demişik. Yəni xatırlatma tam yerində olsun. Ərəbcədə hara bir şeyin məkanı haqqında soruşulan bir sualdır. Məkan. Yenə məkan sözünü dair də biz keçmişdik. Məkan da həmən bu cür kimi, cihə və s. sözlər kimi təfsilata, yəni məkan nəzərdə tutan və neyi nəzərdə tutan? Allah ərşə istiva etdi. Bütün məxluqatdan ucadırsa, məkan ona deyirsizsə, yəni Allah Subhanahu da bu mənanı qəbul edir. Allah hər şeydən ucadır, hər şey istiva edir. Yox, məhdud bir yer nəzərdə tutursa, şübhəsiz ki, Allah məhdud bir şeyə sığa bilməz. Heç bir məxluq onu əhatə edə bilməz və s. Deməli, nədir? Allah Subhanahu Teala haqqında Allah Resulü sallallahu aleyhi ve sellem birbaşa özü səhih, Müslimin səhihində hardadır deyir və qadın da deyir fissəmə, səmada, səmada. İndi o fi nəməndə işlənir səmaya görə və s. Onu da biz inşallah keçmişdik, toplumuşduq. Deməli, nə olur? Və bunu da bidət əhlindən fərqli olaraq onlar bunu deyənə, bu cür sual verənə belə küfrə girdim və s. deyənlər var içində. Bu cür cavab verənə belə nə deyirlər? Siz mücəssiməsiz və s. fi zərfi bildirir və s. Halbuki finin ərəbcə, yəni bir çox mənaları var. Ərəbcə bilən hər kəs bunu bilir. Adicə əcrümiyə belə keçən bir insan ərəbcəsi bunu bilir. Harf-ı-cərlərin hər birinin nə qədər mənası var. Yəni onların bildiyi bu qədər, o cür ittihamlar edirlər ki, siz belə eləmiş olursa, o ki Rasulullah sallallahu aleyhi ve sellem soruşmuş, birbaşa onun yanında ona bu cür cavab vermiş. Nəinki bu batil məna olsaydı inkar etməsi vacib idi. Nəinki inkar etmiş, hətta təsdiqləmiş də, iqrar etmiş də, üstəlik bunun imandan olub və bu cür etiqada sahib olana, bu cür cavab verənin mömin olduğunu hökm verib azad olmasını əmr etmişdir. Sallallahu aleyhi ve sellem. Deməli, burada bir qeyd var. Burada bir qeyd var, onu demişdik xatırladan. Deməli, bəzi alimlər nə deyirlər? Allah haqqında xəbər vermək, yəni əvvəldə dedik, burada şəri ləfslər ki var, şəriətdə istifadə olunan sözlər, ən gözəli. Məsələn, cihə sözü istifadə olunur, varmı Quran və sünnədə Allaha nisbət olunaraq? Yoxdur. Ona görə alimlər nə deyir? Ən o, keçənlərdə biz dedik, bidət əhli deyir, sələflərin yolu əslən daha salamatlıdır. Amma nə də onda əxlaq daha ehtiyatlısıdır. Amma xələflərin özlərini nəzərdə tutaraq yolları aləm və əhkəmə daha elmli, daha hikmətli, daha möhkəmdir mənasında deyirlər. Ona görə alimlər nə deyirlər? Ən elə salamatlısı, ən ehtiyatlısı, ən elmlisi və ən ehtiyatlısı, ən möhkəmi nədir? Həmən şəriətdə varid olan ləfsləri istifadə etmək. Heç bu cihəti Allaha cihət nisbət eləmək olar, bu mənada və s. Heç bu cihət sözünü ən gözəl istifadə etməməkdir. Ən gözəli, ən düzgünü nədir? Bu şəriətdə olan ləfslərlə kifayətləmək. Ən gözəl. Amma qarşı tərəf istifadə edərsə, sual verirsə, artıq onlara dediyimiz həmən bu cür şəkildə cavab verilir. Sonra, indi keçirik ikinci misala. Həyyiz. Ərəbcədə həy ilə istifadə olan həyyiz və ya mütəhəyyiz. Təhəyyiz sözünün ismi faili. Həyyiz və ya mütəhəyyiz. Bunun mənası əvvəl deyil. Həyyiz nə demək? Həyyiz bir sahə, boşluq, fəza məsələn deyirlər. Fəza, bir həcm, ümumiyyətlə bir boşluq. Yəni nə mənada? Məsələn, dünyada var, məsələn, göylər, kosmos və s. Ümumiyyətlə orada olan ki, o boşluq ki var, təkcə orada yox, ümumiyyətlə misal üçün deyirəm də, yəni o sahə nəzərdə tutulur. Mütəhəyyiz isə həmən təhəyyüzün ismi faili. Mütəhəyyiz nədir? Yəni ümumən, lüğəti mənada biz deyirik. İndi bunun hansı mənada nəzərdə tutulub, hansı mənası səhihdirmi, batildirmi, onu indi keçəcək. Ümumiyyətlə həmən o həyyizin dediyinin içində olan, belə deyil. Həyyizin içində olan, yəni bir aləmə, bir o sahəyə, bir o həcmə sığan, onun içində olan, onunla əhatə olunmuş mənasında istifadə olunur. Lüğəti mənada, belə. Yəni, bu dediyimizdən də əlavə, buna oxşar mənalardır. Əsas nədir? İndi həyyiz və ya mütəhəyyiz, Allaha aid bu cür. Biri belə desə, biz Allahın mütəhəyyiz olması,
Yəni həmin o həyyizin içində olması ilə və ya həyyizdə olması, həmin o həyyiz dediyimiz fəza, boşluq və s. Həyyizdə olması ilə vəsf edə bilərikmi? Yəni biz bu cür vəsf edə bilərikmi? Allah mütəhəyyizdir, Allah həyyizdədir. Hə? Vəsf edə bilərik biri soruşsa. Ona nə deyilir? Ona deyilir ki, təhəyyüz, həmin o mütəhəyyizin məsdəri. Təhəyyüz və yaxud həyyiz sözü kitab və sünnədə yoxdur. Həmin o qaydanı yenə bu misala aid tətbiq edirik. Kitab və sünnədə var, yoxdur. Nə nəfi ilə, nə də isbatla. Yəni kitabdan nə nəfi haqqında yoxdur ki, Allaha bu şeyləri nisbət etmək olmaz, bu şeylərlə vəsf etmək olmaz deyə nəfi də yoxdur. Nə də isbat da yoxdur ki, Allah bu şeylərlə vəsf etmək olar və s. deyə belə bir şey də yoxdur. Onların heç birində, yəni kitab və sünnənin heç birində Allahın həyyizdə, həmin o hər müəyyən bir hava boşluğunda, belə deyək, havada, yəni sahədə olması, yəni müəyyən bir həcmdə olması və ya mütəhəyyiz olması yoxdur. Yəni o kitab və sünnənin heç birində bu yoxdur. Onun belə olmaması barədə də yoxdur. Yəni bu isbatı da yox, nəfi də yox ki, Allah mütəhəyyizdir, həyyizin içindədir, həyyizdə ümumiyyətlə. Bu da yoxdur. Nə də ki, həyyizdə deyil, mütəhəyyizdə deyil. Yəni bu da yoxdur. Heç biri yox. Nə nəfi, nə isbat. Həmin o az öncəki sözün sadəcə açıqlaması idi. Necə ki, kitab və sünnə naslarında buna möhtac buraxmayan şeylər də var. Yəni əvvəlki o cihə məsələsində olduğu kimi. Yəni heç bu ləfzləri istifadə etməyə belə əlhamdülillah Quran və sünnədə bizə Allah Subhanahu taala möhtac buraxmamış. Yəni sanki orada əksik bir ləfzlərmi var, əksik mənalar var. Özümüzdən durub başqa bir bu boşluğu dolduracaq bir sözlər çıxaraq. Əlhamdülillah Allah Subhanahu taala bizi bu şeyə möhtac etmir. Dünyada nəinki axirətdə sadəcə ki, bu dindir, şəriətdir, əsas nədir? Dindir, düzdür, axirətlə bağlı. Amma dünyada belə ehtiyac, yəni edəcəyim, ehtiyac duyduğumuz bir şey varsa, hamısının Quran və sünnədə var. Ya ümumi şəkildə, ya təfsilatlı şəkildə. Dünyamızla, axirətimizlə bağlı hər bir şey var. Yəni başqa bir orada olmayan şeylərə bizi möhtac buraxmamış, əlhamdülillah. Məsələn, bu mənaları, yəni ifadə edə bilən, oradakı səhi mənaları ifadə edə bilən bir şeylər var gəlmiş Quran və sünnədə. Məsələn, Əl-Ali, Allahın uca olması, Ali adlarından biri. Allahın uca olması hər şeydən. Əl-Zahir, zahir olması, yəni hər şeyin üstündə, fövqündə olması mənasında biz Əl-Zahir, Əl-Əvvəl və Əl-Axir hamısını keçməyək. Əl-Zahir, Əl-Batın. Sonra Əl-Kəbir, Əl-Kəbir-i Mütəal, Quran bir çox yerində işlənir. Böyük, uca, ucalmış və s. Yəni bu mənaları Allahın bu sözlərdən nəzərdə tutulan səhi məna varsa ki, keçəcək, onun bəzi səhi mənası da var, onunki qəbul edirik. O mənaları ifadə edən heç bir, belə görürsünüz, səhi mənada var, orada batil də var, düzdür. Amma Allahın Quranda, Rasulullahın sallallahu aleyhi ve sellem sünnəsində ən bəlağətli şəkildə heç bir batil məna daşınmayan, heç bir batil məna ehtimalı olmayan, əlhamdülillah bir mənalı, ancaq səhi məna verən sözlər var. Əlhamdülillah, onlar olurlar. Nə ehtiyac var? Gelib iki başlı, iki və ya daha çox mənalı sözlərdən istifadə etmək, sonra da izah etmək və bunu yox, bunu nəzərdə tutmuşam və s. Deməli, son dövrdəkilər, yenə əvvəl dediyimiz kimi, son dönəm alimləri mi deyim, istər, yəni bidət əhlinlər, müxaliflər və s. bunu uca Allah'a ispat etməkdə, yəni həyyiz və mütəhəyyiz və ya ondan onu nəfi etməkdə vurnuxurlar. Yəni deyirlər, ispat edək, yoxsa nəfi edək, yəni qalıblar belə tərəddüddə, neyini? Keçmiş qaydaya əsasən yenə o cihə sözündə olduğu kimi, yəni təkrarlayın, bu nədir? Həmən o keçdiyimiz bugün və yaxud 7-ci və 11-ci dərsdə dediyimiz ki, həmən o qaydaların tətbiqidir. Nə deyirik? Keçmiş qaydaya əsasən nə deyilir? Deyilir ki, ləfsə gəldikdə həmən o həyyiz, mütəhəyyiz, təhəyyüz və s. bu ləfslərə gəldikdə biz deyirik, bunu eşitmədiyimiz üçün, bu eşitməyin sadəcə qulaqla Allahdan, Rəsuluna eşitməkdən söhbət gelmir. Çünki Allah nədir? Allahın necə eşidirik? Kitabı ilə. Sünnə də Rasulullah sallallahu aleyhi ve sellem sünnəsidir. Eşitməyən bu cür. O səməyi dəlillər biz deyirdik, eşidilən, nəqli,
məsələn, xəbəri dəlillər onlar nəzərdə tutulur. Yəni, Quran və sünnədə bu gəlmədiyi üçün. Sadəcə biz mətndə olduğu kimi tərcümə etdik, ona görə. Bunu eşitmədiyimiz üçün, yəni nə Quranda, nə sünnədə mühəyyiz, mütəhəyyiz ləfzləri nə isbat, nə də nəfi edirik ləfzini. Nə deyirik bu ləfzi Allaha aid etmək olar, nə də deyirik bu ləfzi Allaha aid etmək olmaz. Birinci mərhələ budur. Amma əvvəl də deyək ki, yəni buradan elə anlaşılmasın ki, yəni nəfi etmək olmaz. Onda bunu deyən insana niyə görə deyirik bu sözü məsələn istifadə etmə. Niyə nəfi edirik o zaman? Və ona görə yanlış anlaşılmasın deyənə əvvəldə dediyimiz kimi bu dərsdə də neçə dəfə təkrar olunur ki, yəni bu ilk mərhələdir. Yoxsa ümumiyyətlə nə deyirik? Ləfz olaraq ümumiyyətlə Allaha aid onu etmirik. Mənaya keçəcəyik. Ləfz olaraq Allaha etmirik. Səhih məna varsa da o sözdə biz nədir? Yenə burada səhih məna var. Batil də olsa səhih məna var. Biz səhih mənada bu ləfzi Allaha aid edirik? Yox. O cür yanaşmaq doğru deyil. O ləfzi ümumiyyətlə Allaha aid etmirik, nisbət etmirik. O ləfzin həmən o içində olan səhih məna ki var, o mənanı ifadə edən şəri bir söz istifadə edirik. Allah alidir, ucadır hər şeydən. Hər şey istifadə etdi. Əgər ucalıq nəzərdə tutulursa. Yəni, o cür şəri ləfzləri istifadə edirik. Mənaya gəlincə nə deyirik? Həyyiz və ya mütəhəyyizdən murad nədir? Yəni, nəzərdə tutulan, qəsd edilən nədir deyə baxılmalıdır. Baxılır mənaya. Onunla indi yenə iki cür məna verəcək biri. Bir batil məna, bir səhih məna. Onunla nəzərdə tutulan həmən həyyiz, mütəhəyyiz nəzərdə tutularsa ki, uca Allahı məxluqat qurşadıb biz yazdıq o söz. Qurşaq ki, o qurşatmaq, qurşaq sözündəndir, əhatə etmək mənasındadır. Yəni, Allahı o yaratdığı məxluqat qurşadıb, əhatə edib, onu əhatə edir. Bu nəzərdə tutulursa ki, Allah mütəxəyyizdir. Çünki biz nə dedik? Mütəxəyyizin mənası nədir? Həmən o dediyimiz hava, boşluq, sahə, müəyyən bir həcm, belə deyiləm. Onun içində mənasına gelirsə, o şeydə Allahı əhatə edib, Allahı qurşadıb mənasında nəzərdə tutulursa bu şey, deyəndə ki, Allah həyyizdədir və yaxud da Allah mütəxəyyizdir deyəndə bu məna nəzərdə tutulursa, bu şübhəsiz nədir? Bu batil bir məna olub, Allahdan nəfi olunur, inkar olunur. O mənada nədir? Mümkün olan şey deyil. Allah'a heç bir şey əhatə edə bilməz, qurşada bilməz. Ona layiq deyildir. Yəni, bu məna Allaha layiq deyildir. Allaha yaraşmır bu məna. Çünki şübhəsiz ki, Allah məxluqatın onun əhatə etmələrindən, yəni məxluqatın Allahı əhatə etmələrindən və onu, Allahı yəni sarımaqlarından, yəni sarmaq, eyni, əhatə məna, yəni sinonim sözlərdir, oxşar mənalı sözlərdir. Yəni, məxluqatın Allahı əhatə etməkdən, sarmaqdan daha böyük. Allah bu şeylərdən daha böyük, daha əzəmətli, daha münəzzəh, daha şərəflidir. O nədir? Bu məna batildir, bu inkar olunur ki, Allahı nəsə əhatə edə bilər, məsəl. Yəni, bu mənada həyyiz, mütəhəyyizin mənası batildir, inkar olunur, nəfi olunur. Başqa necə ola bilər ki, yəni başqa necə ola bilər bu? Ki, halbuki onun kürsüsü belə, Allah Subhanahu taala'nın kürsüsü belə, o bir misalda da çəkilmişdir. Yəni, göyləri və yeri əhatə etmiş. Yəni, bir məxluqu belə, həmən o göyləri və yeri bizim o sonsuz dediyimiz, ay nə bilim, bu hələ deyirlər, gördüyümüz, nə bilim, kosmosa, o, nədir o, kosmik gəmilərin çıxdığı, hələ o şey, hələ bu, bizim o bildiyimiz 7 göyün hələ biridir, hələ birindən belə çıxa bilmirlər və s. Yəni, sonsuzdur. Bizə baxanda şübhəsiz ki, biz orada heç mikroskopla görüləcək bir məxluq deyilik. Amma nə qədər də böyük olsa da məhduddur, düzdür. O boyda böyük bir şeyləri sadəcə Allahın bir yaratdığı kürsü, məxluqu onlara əhatə edə bilir, əhatə edir. Yəni, necə ola bilər ki, məxluq Allah'a əhatə etsin? Deməli, nədir? Onun kürsüsü belə göyləri və yeri əhatə etmiş, bütün yer kürəsi onun qəbzəsindədir ki, buna dair hədis gələcək. Allahın yəni əlindədir. Allah yeri, bütün yeri tutacaq əvzəliylə. Yəni, qiyamət günü bütün yer kürəsi Allahın əlində olacaq. Deməli, qiyamət günü göylər isə
Kıyamet günü göyler hemen o bizim o dediğimiz sonsuz büyük bize göre yani. O göyler nedir? İse sadece Allah'ın nedir? İse onun yani Allah'ın sağ eliyle dürülecektir. Dürülecek. Necə ayədə gəldiyi kimi qatayı sicillə, yəni o vaxtki bildiyimiz kağızlarda fərmanlar yazdırdı. Məsələn, düz kağızlar görmüşük indi bürülürdü, belə dürülürdü, millilə bürülürdü. Yəni nədir? O cür həmən feil istifadə olunur. Yəni o dürülməyin mənasını deyirəm. Həmən feil istifadə olunur. Söz ki, Allah Subhanahu taala'nın deməli həmən o bizim o bildiyimiz böyük bütün o 7 səma göylər ki var, səmalar hamısını Allah Subhanahu taala öz sağ əlində hamısını dürəcək. Yəni, bir şey ki, o böyle şey. Necə o məxluqlar necə Allah həyat edə bilər? Mümkün olan bir şeydir. Onun ki, bu məna nə olur? Batildir. Ona görə rədd olunur. Halil olur. Dürülmür. Yuxarı çıxır. Hə. Deməli, bu nə? Buna dair indi bəzi həmən o bu mənalara dair bəzi rivayətlər gəlir. İki səhih deyəndə biz neyi nəzərdə tuturuq dedik? Buxari və Müslim səhih. Və digərlərində və digər kitablarında, yəni səhih Buxari və Müslimin deyil, digər məsələn hədis kitablarında Abu Hureyranın radiyallahu anh hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub. Buyurub ki, Allah Tebareke ve Teala qiyamət günü yeri əlinə alacaq və sağ yeri, hamısını, bütün yeri yəni. Yeri əlinə alacaq və sağ əli ilə göyləri dürəcək. Sonra belə deyəcək. Bunu eləyəndən sonra Allah Subhanahu taala deyəcək. Bu nədir? Allahın əlinin həm sifətinin təsdiqidir, həm əlinin sağ, əlinin başqa hədisdə var, Allahın hər iki əli sağdır məsələn. O indi nə mənaya gəlir, fəzilət baxımından və s. o ayrı mövzudur. Sonra belə deyəcək Allah Subhanahu taala. Deyəcək ki, kral əl-məlik, ənəl-məlik. Kral mənəm. Yerin kralları haradadır? Yerin kralları haradadır? Mənəm deyənlər. Əsl nədir? Məlik yevmuddin. Qiyamət günü məlik, kralı. Bu dünyada kral ola bilərsən Allahın sənə verdiyi tam müstəqil yox. Həmən o bizdiyinə mülk və s. müstəqil ancaq Allaha aiddir. Digər mülk və s. o nisbətən bəndəyə verilir. Hətta öz malımızda belə biz tam müstəqil şəkildə təsərrüf sahibi deyilik. Çünki Allah Subhanahu taala bizə veribsə, o deyir ki, onu halalla qazanmalısan, bu haramdır. Məsələn, zəkatı var, bir hissəsini çıxarmalısan, nisaba çatıbsa və s. Yəni, tam təsərrüf sahibi öyle deyil. Hər bir şey elədir. Yəni, tam nədir o özünə kral deyənlər? Allah Subhanahu taala kral, əl-məlik, ənəl-məlik, kral mənəm, məlik kral olaraq tərcümə olur. Yerin kralları haradadır? Hani o məliklər və s. Mülk, səltanət, hakimiyyət sahibləri. İbn Abbas demiştir radiyallahu anh, yine buna ait başka bir rivayet radiyallahu anh demiştir ki 7 göy, 7 yer ve onların içindekiler, yani o 7 yerlerin ve 7 göylerin içindekiler Rəhmanın əlində və 7 yer olmasını bilir. Yəni 7 göy necə ki 7'dir, yer də 7'dir. Hətta buna ait ayə işarətlə var. O misli, yəni 7 göy və onların misli qədər. Yəni yenə təfsirdə nədir? 7 yer. Amma hədislərdə istər rəvayət olsun sahabelərdən açıq-aşkar digər hədislərdə 7, yerlərin də 7 olması gəlir. Deməli 7 göy, 7 yer və onların içindəkilər Rəhmanın əlində sizdən birinin əlindəki xardal dənəsi kimisindən başqa bir şey deyildir. Yəni bizim əlimizdə xardal dənəsi ən balaca dal, dənə. Onun bizim əlimizdə necə görsənirsə belə deyil, necə balacadırsa, kiçikdirsə, bizimlə müqayisə olması bir şey deyilsə, yəni o da deyir, bu da sadəcə bir nədir? Misaldır. Şübhəsiz ki, Rəhmanın əlində belə, yəni Rəhmanın əlində bütün o bildiyimiz 7 yerlər, 7 göylər hamısı bizim hər hansı birimizin əlində xardal dənəsi kimisindən başqa bir şey deyil. Yəni o cür kiçik bir şeydir, heç bir şeydir. Onunla
Burada qeydlərə baxın, o qədər qeyd qalmayıb. Axırda olacaq. Deməli, onunla Allahın məxluqlardan ayrılmış Allahın məxluqlardan ayrılmış olması, yəni onlardan kənar və ayrı olması, bu ikinci mənadır. Yəni birinci məna nə edir? Bu sözlə, həyyiz, mütəhəyyiz sözlərlə nəzərdə tutularsa ki, uca Allahı məxluqat qurşadıb, Allahı əhatə edib, onu sarıyıb və s. Bu batil mənadır, mümkün olan bir şey deyil. Bir şey ki, onun ən böyük belə məxluqu olmayan bir məxluq bütün bu yerləri və göyləri əhatə etmişdir. Allah necə bunları əhatə edə Allah məxluqlar? Mümkün olan şeydir. Bu birinci mənaydı, batil. İkinci indi səhih mənaya gəlir. Bununla, yəni həmin o həyyiz, mütəhəyyiz sözü ilə Allahın məxluqlardan ayrılmış olması, yəni onlardan, o məxluqlardan kənar, ayrı, yəni ayrıcı olması, ayrı olması, onun, yəni Allahın, onların içinə qarışmayıb, yəni Allahın yaratdığı məxluqların içindən qarışmayıb həll deyirlər ona. Həll olmaq deyirlər, ərəbcədə deyilir. Yəni biz qarışmayıb olaraq tərcümə etdik. Yəni yəni Allahın yaratdığı məxluqların içində qarışmayıb. Onların da, məxluqların da onda, Allahda, yəni qarışmaması nəzərdə tutulursa, yəni bu nəzərdə tutulursa bu məna. Qısa olaraq nədir? Əgər bu həyyiz, mütəhəyyiz sözü ilə nəzərdə tutan odur ki, məxluqlar var, Allahın yaratdığı, nə qədər ucsuz, bucaqsız olsa da, indi biz deyirik ucsuz, bucaqsız, ucu da var, bucağı da var, sonu da var onlar, nə qədər böyük olsa. Yəni bu məxluqlardan ayrı olması nəzərdə tutulursa, həyyiz, mütəhəyyiz deyəndə, onlardan ayrıdır, onlara qarışmayıb, onlar da Allaha qarışmayıb, onlardan, hətta belə alimlər deyir, yəni Allahdan, yəni heç bir şey məxluqun içində yox, məxluqlardan da heç bir şey Allahın içində yox. Yəni bu cür məna nəzərdə tutulursa, həyyiz, mütəhəyyiz deyəndə, bax bu, müəlliflər nədir? Ki, əhl-i-sünnənin etiqadı budur. Bax bu, Allaha aid, sabit olan bir haqdır, həqiqətdir. Necə ki, əhl-i-sünnənin imamları belə, əhl-i-sünnə imamları belə demişdir. Demişlər ki, o, Allah subhanahu teala səmaların fövqündədir. Fövqəs səməvat, ərşinin üstündədir. Yaratdıqlarından ayrıdır. Həmin o bəyin dediyimiz. Bəzi sələflər bu cür istifadə etmirlər. Yəni Allahın səmada olması, fövqdə olması, ərşə istiva etməsi, bu birbaşa kitab və sünnədə bu var. Amma əsas bu cümlənin sonudur. Kitab və sünnədə, çünki mövzumuz nədir? Kitab və sünnədə nə nəfi, nə isbatı olan sifətlər. Allaha aid etmək olar, olmaz, təfsilata geyirik. Deməli, bax, əsl nədir? Ən birinci qismdə biz demişdik, 4 qismə böləndə. Birinci qism nədir? Kitab və sünnədə istifadə olunmasa o sözlər, olunmasa da, amma bəzi sələflərdə istifadə olunur bu söz. Onlardan biri budur. Həmən Allah subhanahu teala nə deyirlər? Bəin. Ərəbcədə bəin deyirlər. Bəinun min xalqihi. Yəni, yaratdıqlarla xəlq etdikləri məxluqatlardan ayrıdır mənasında. Yəni, nədir? Bütün məxluqatlar var, məxluqatlardan ayrıdır. Məxluqatlardan ayrıdır, bəyindir. Bu məna nəzərdə tutursa, bu nədir? Həmən o Allahın hər şeyin üstündə, bütün məxluqatların üstündə olması, hər şey istiva etməsi sabitdir. Bu mənanı həyyiz, mütəhəyyiz deyəndə nəzərdə tutulursa, bu mənanı qəbul edirik. Ləfsi yenə nə edirik? Ləfsi nisbət eləmək. Onun yerinə, əlhəmdülillah, şəriətdə olan sözləri istifadə edirik. Əlhəmdülillah, şəriət bizə kifayətdir. Başqa orada olmayan sözləri Allah haqqında istifadə etmək ehtiyacımız yoxdur. Sadə baxıram, onsuz da dərsimiz tutar, əlhəmdülillah. 1-2 dəqiqə. Deməli, bu kimi qayda. İndi bu 2 dənə misal gətirirlər. Cihət və həyyiz, mütəhəyyiz. Digər desəz ki, məkan, sonra burada məsələn dərsin əllərində hətta oxuduğumuz başqa nə var idi? Cisim sözü və digər məsələn sözlər nədir? Orada bu sözlərə aid nədir? Həmən qaydaları tətbiq edir. Ona görə müəlliflər sonuncu cümlə olaraq bu fəsildə nə deyirlər? Bu kimi qayda, bu qayda ki var, nə kitabda, nə də sünnədə gələn hər bir sifətə tətbiq edilir. Yəni bir sifət gəldi Allaha, bunu aid etmək olar, olmaz, nisbət etmək olar, olmaz deyə fikirləşiriksə, kitab və sünnətdə baxırıq, varsa əlhəmdülillah.
kitab və sünnətdə isbat edirsə, biz də isbat etməyimiz vacibdir. Kitab və sünnətdə o nəfi olunursa, bizim də nəfi etməyimiz vacibdir. Amma burada nədir söhbət? Nə kitabda, nə sünnədə yoxdur. Kitabda və sünnədə bu yoxdursa, həmən bütün o cür sifətlərə kitab və sünnədə olmayan bu qaydanı tətbiq edirik. Ləfsinə dair, mənalarına dair. Məsələn, həmən cisim, arad deyilə bir şey var, cəvhər və s. və bənzəri şeylər nədir? Həmən o, bu qaydaya əsasən tətbiq edirik. Burada bir qeyd var, onu deyil, onu da qıtaram inşallah. Demədiksə bunu. Burada bir nədir? Niyə? Gözəl qeyddir. Deməli, və əhəmiyyətlidir, sizə demək lazımdır inşallah. Deməli, niyə görə kimsə ola bilər belə sual yaranır insanda ki, sələf niyə bəs kitab və sünnədə olan elə sözləri istifadə etməyinə kifayətlənməyib? Məsələn, kimsə bəyin dediyimiz, kimsə zat sözünü deyib, kimsə məsələn əvvəl nə deyir? Məsələn, Quran Allahın kəlamıdır, məxluq deyildir. Quran və sünnədə məxluq deyildir deyə belə bir cümlə var, yoxdur. Niyə bunu sələf deyib? Bu görəsən kimsə deyər, bu da bidət sayılar sayılmaz, yox, bidət sayılmır, birincisi onun mənası səhihdir və s. Və bunu yəni şəriətdə əsli də var, işarə yolu, birbaşa ləfz sözü ilə olmasa da bəzi misallarda biz gətirdik, məsələn şey demək, saniyə demək və s. Bu zat, məsələn, şəriətdə əsli var bunun. Ləfz olmasa da buna işarətlər var şəriətdə yenə də. Amma yenə də bunu nədir? Buna vadar edən bunları nədir? Sələfi müəyyən bir səbəblər olur. Məsələn, sələflər deyəndə ki, Quran Allahın kəlamıdır, məxluq deyildir. Kimlərə görə bunu deyirlər? Quran Allahın kəlamıdır deyib, amma başqa bir məna nəzərdə tutan. Allahın kəlamıdır, amma əlimizdə olan Quran deyir, o Allahın kəlamının, o nəfsi kəlamdır, əşərlər dediyi kimi, o Allahın kəlamının bir ibarəsidir. Yəni, onu Cəbrail və yaxud Muhammed sallallahu aleyhi ve sellem o mənanı mənaca onu ifadə edib, ibarə edib, əslində yəni niyə gəlib çıxır? Məxluqdur. Ona görə nədir? Onları tövbə etməsində məcbur edərdilər ki, Allahın kəlamıdır de, kifayətlənməydi sələf. Qazilər deyir ki, Allahın kəlamıdır de və məxluq deyil deməlisən. Məxluq deyil deməlisən. Yoxsa Allahın kəlamıdır deyir, başqa bir şey nəzərdə tutur. Və yaxud başqa əmmalar çıxar. Və bu şeydə də bəyin deyəndə Allah bütün məxluqatlardan ayrıdır. Niyə görə deyirdi sələflər? Bu sözü əlavə edirlər. Çünki bəzi o hululiyyə deyilən, hulul, yəni həll sözü. Hulul, yəni bir şeyin deyirləri həll olması, yəni əriməsi, bir şeyin içində iç-içə olması və s. Bir şeyin içində olması. Bunu hululiyyə nə deyirlər? Allah qorusun, Allah uzaqdır onların dediklərindən. Yəni ki, əstəğfurullah, Allah hər bir şeyin içindədir, hər bir şeyə hulul etdi, onların iç-içə olduğu, ona görə əstəğfurullah deyil, nəyə ibadət etsən, Allaha ibadət etmiş olursan, çünki hər bir şeyin içində Allah var əsə, bu cür batıl, yəni bir müsəlmanın ağlına belə gəlməyən bu cür şeylər gəlir. Ona görə nədir? Onların bu bidətinə, ki, bidət İslamdan çıxaran bidətlər olub, çıxarmayan olub, bu bidətlərinə qarşı bu əlavələr edirlər. Quran Allahın kəlamıdır, məxluq deyildir. Allah subhanahu teala hər şey istiva etdi, amma nədir? Və yaxud səmadadır, amma fikirləşməsin ki, o məxluq Allahın yaratdığı səmanın içindədir. Yox. Nədir? Amma deyirlər, bəyin min xalqihi, yəni bütün məxluqatlardan amma ayrıdır. Yəni, onların içində deyil, onlar onun içində deyil, yəni Allahda deyil bu cür. Bu batil əqidəni nədir? Ona rədd etmək üçün bu sözlərlə istifadə edirlər. Sonra başqa bir qeyd baxaq bunda. Başqa bir qeyd, cihad sözündə əslində bunu cihad mənasında demişdik, burada da təkrarlayaq. Bu həyyiz mütəhəyyizə aid. Bu nədir? Bununla da fərq bilinir. Nə? Birinci məna, bidət əhlinin dediyi, daşıdığı, ona yüklədiyi mənadır. İkinci məna nədir? O səhih olan məna əhl-i sünnənin qəbul etdiyi mənadır. Söz olaraq deyil, məna olaraq bu nəzərdə tutulan məna qəbul edirlər. Və burada nədir? Dediyimiz kimi həmişə qarşı tərəfin söz sahibinin nə baxmaq lazımdır? Söz sahibi kimdir? Eyni söz mən də deyərəm, sən də deyərsən. Sənin nəzərdə tutduğun başqa bir şeydir, mənim nəzərdə tutduğum başqa bir şeydir. İndi əhl-i sünnənin nəzərdə tutduğu şübhəsiz başqa şey olar. Bu şeylərdə bidət əhlinin, müxaliflərin nəzərdə tutduğu başqa şey olar. Deməli, onlar nədir? Əhl-i sünnənin həyyiz mütəhəyyiz dedikdə
Ki onlar bunu demir. Ümumiyyətlə, yəni orada səhih olan məna ki var, o mənanı qəbul etdikdə onların nəzərdə tutduğu başqa bir mənadır, səhih mənadır. Bidət əhlinin nəzərdə tutduğu başqa bir mənadır. Çünki onlar nə deyirlər? Onlar deyəndə ki, hayyiz mütəhayyiz, onlar nə nəzərdə tuturlar? Deyirlər ki, əgər biz bunu Allaha aid isbat etsək, əgər biz bunu Allaha aid isbat etsək, e, bu nədir? Allahın hər hansı bir cihətdə, yəni məhdud bir yerdə, cihətdə əhatə olunmuş şəkildə Allahın olmasını demiş oluruq. Yəni, əgər əhl-i sünnə neyi ispat edir? Məsələn, ərşə istiva etməsini Allahın. Bidət əhli deyir ki, siz deyəndə ki, Allah ərşə istiva etdi, siz nədir? Allaha məhdud bir məkan vermiş olursunuz. Allaha cihət vermiş olursunuz. Cihət də onların anlayışında nədir? Məhdud bir məkan. Allahı əhatə edən bir məkan. Estağfurullah. Yəni, onların nəzərdə tutduğu budur. Başa düşdüyü bu qədərdir. Ona görə də nə deyirlər? Siz bunu deməklə, halbuki bunu Allah Subhanahu taala özü haqqında ən azı dediyimiz kimi Quran-ı Kərimdə Rəhman ərşə istiva etdi. 7 ayədə var. Deməli, sizdir bunu deməklə biz bunu isbat etsək, biz Allaha məkan vermiş oluruq, Allaha cihət vermiş oluruq, məhdud bir yer vermiş oluruq, məhdud bir yer. Məhdud bir yer biz də qəbul edirik ki, Allaha heç bir şey əhatə edə bilməz. Allah hər hansı bir məhdud bir məkanda olması mümkün şey deyil. Ona görə, yəni onlar nədir? Bu cür batil bir birincisi təməl qururlar özləri üçün. Allah hər şey istiva etməsini qəbul etsək, ona cihət vermiş oluruq. Birincisi, yanlış bir şey. Quran və sünnədə istifadə olunmayan bir termin istifadə edirlər Allaha aid. Sonra deyirlər ki, burada terminin mənası da budur. Halbuki səhih mənası da var. Keçdiyimiz kimi düzdür. Onlar batil mənanı qəbul edib ancaq neynirlər? Bəladan bəlaya düşürlər də. Batil mənanı qəbul edirlər və deyirlər ki, biz Allaha bu istivanı qəbul etsək, ispat etsək, onu cihət vermiş olur. Cihət də onlara görə bu mənadadır. Bu cihət etməyi də Allaha aid etmək olmaz. Ona görə nədir? Allah, astagfirullah, ərşə istiva etmədi. Bir inkar edirlər bu cür. Ona görə əsas burada dediyimizin məqsədi sonu nədir? Yəni, əhl-i sünnənin və müxaliflərinin eyni söz olmasına baxmayaraq istifadə etdiyi eyni sözlərin ayrı-ayrı mənaları var. Ayrı-ayrı mənalar daşıya bilir. Ona görə mütləq yəni Quran və sünnədə bu söz yoxdur deyə birbaşa biz inkar etməməliyik. Sözün də, mənasının da hamısını. Sözün nədir, nə nəf edir, nə ismən dediyiniz qaydaya görə mənaya araşdırır, səhih mənanı qəbul edir, batil mənanı isə qəbul etmirik, nəf edirik. Deyəcəyimiz bu qədər. Yaqulu qavli hədə və estağfurullah aleyk və ləkum və nisəl müslimin. Yəni, bununla biz artıq 4-cü fəsli bitirdik. 5 fəsildən 4-ünü bitirdik. Qaldı 5-ci fəsil, həmən 2-ci müstəvin və alimlər dediyi kimi elm bu cür öyrənilir. Yavaş-yavaş, bab-bab, fəsil-fəsil, mövzu-mövzu, əlhamdülillah. Yəni, artıq 18-ci dərsi bitirmiş olduq. Bundan sonra 24 dərsən 6 dərs qalır. 19 gün 6 dərs qalır və onunla 5-ci fəsli. 5-ci fəsil nə idi? Həmən o keçdiyimiz bu müstəvidə keçdiyimiz Allahın isim və sifətlərinə iman gətirməyin, o tövhidin səmərələri, bəhrəsi, gözəl nəticələri. Subhanakallahumma və hamdik, əşhədu ən la ilahə illə estəğfiruka və etûbü ilayk. Allahumma salli və sellim alə nəbiyyina Muhammed və alə alihi və sahbihi ecmaîn. Esselamu aleyküm və rahmetullahi və berekatuhu.